Çox hörmətli qardaşım, 2 il bir sinifdə oxuduğum Ağa Mirakif bəylə bir yerdəyəm, onun iş yerindəyəm. Ağamız universitet təhsillidir. Politexnik Universitetini qutarıb. İnşaat mühendisleri institutu. İnşaat mühəndisliyi institutunu Yok, qutarıb. İnşaat Maşınları ve Avadanlık Fakültesi üzrə mekanik mühendisliği. Bu məsləki ilə bərabər onun o ağalıq yolu var. O Qurana aşiq bir insandır. Namaz haqqında öz bildiklərini söyləyəcək. Buyurun ağa. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel aqibeti lil muttaqin. Esselatu vesselamu ala seyyidina nebiyyina Ebul Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ala Allahümme Muhammed. salli. Ve alihi tahirin ve lanetullahi ala edahim ezmeyin. Minel ane ila qiyami yevmiddin. İlk önce kim ki məni seyr edəcək bu videonu, onların hər birinə Allahın salamı olsun. Allah Taala'nın lütfi, inayeti, bereketi her zaman hoş nəzəri, her zaman sizlerin başınızın üzerinde, iş yerlerinizde, ailenizde ve ünsiyyətli olduğunuz adamlarla bircə olsun inşallah. Deməli ağacan, mən 50 ildir Bakıda yaşamağıma baxmayaraq 75-ci ildə tutardı orta məktəbi. Evet. Nəzərinizə çatdırın ki, Nəsir müəllimlə bir partada oturmuşam O vaxtı indiki kimi yadımdadır. Bizdə adət yaranmışdı. Düz saat 12'də özümüzdən asılı olmayaraq avtomatik olarak saatimize baxırıq. Mənim saatimin adı Vostok idi. Yadımdadır da. Sən də baxardıq, gördük, həm dəqiqəni uyğunlaşdırırdıq, həm də ki özümüzdən asılı olmayaraq instinktiv olarak immunitet yaranmışdı ağa. Bunlar köhnə xatirələrdəndir. Nəysə. Deməli mən Namaz haqqında. Mən Bakıda yaşamağıma baxmayaraq belə biz Allah'a çox şükür olsun. Həm Quran oxuyuram, həm də ki ibadətindən əl çəkmirəm. Allah Teala'ya, onun peyğəmbərinə, 124 peyğəmbərinə və əhl-i beytinə bağlı, 12 imamına bağlı bir adamam. Əksər dostlarım da ünsiyyətli olduğum adamlardan namaz qılanlardan. Çox təəssüflər olsun ki, bizim dini təhsilimiz yoxdur. O vaxtda biz təhsil olanda dini məktəblərimiz yox idi. Biz özümüz həvəskar olaraq bu dindən bəzi şeyləri, yəni cüzi şeylər də olsa, indi Quranlarımız, adımız var şükür Allah'a, özümüz öyrəndik. Özümüz öyrəndik. Burada məndə bax bu Quran həm ərəb dilindədir, həm də ki transkripsiya deyirlər, səsləndirilməsi var burada, həm də ki Azərbaycanda tərcüməsi var. Bu öz yerində. İndi bu namaz qılan yoldaşlar bildiğimiz kimi əksəriyyət adam, yəni ki 100'dən 100% hamı namaz qılır desək, düz danışmaq. Əksər adamlar, bizim Azərbaycanda namaz qılanlar çoxdur, ancaq belə nisbətlə götürsək, bir 70% adam namaz qılır. Ancaq mənlə ünsiyyətli olur və yaxud da hər hansı bir namaz qılanla ünsiyyətli olur, onu maraqlandırır ki Allah. Görürsən, ağa nə üçün namaz qılır? Bilir Allahın əmridir. Ancaq səbəbini bilmək istəyir detallı, sadə formada. Nə Quran oxuyandı, nə də bir şey. Elə ünsiyyətli olduğu adam mənəm, mən nə desəm o cürdə gedəcək onunla. Hərçəndi ki, bu mübarək Quranda namaz qılmaq haqqında əmr formasında, tövsiyə və göstəriş formasında bir 70 dənə ayə var. Bunların hamısı 70 dənə sonra desin, yadında da saxlaya bilməyəcək. Sadə şəkildə biz bu adama necə cavab verməliyik ki, biz nə üçün namaz qılırıq? Tam və dolğun, məntiqli şəkildə onun sualın cavabı çatsın ona. Bildiyimiz kimi mübarək Quranda 114 surə var. 20-ci surənin adı Taha surəsidir. Hardakı Allah Taala'nın Musa peyğəmbərlə, Musa peyğəmbər də ləqəbi Kəlimullahdır. Allah Taala Musa peyğəmbərlə adam səsi ilə danışardı. Gedərdi Tur Sina dağının ətəyində dayanırdı, yeri var idi. Orada nə istəyərdi, nə bilmirdi. Soruşardı, Allah Teala ona səsindən cavab verirdi, adam səsiyle. Həmin o ayədir. O hansı ki Allah Teala Musa peyğəmbərlə ünsiyyətli olduğu davranışdır. Bu ayələr 135 ayədir. Həmin o 20-ci surənin 14-cü ayəsində Allah Teala deyir. Yəni Quran ayəsi də bu dedim. İndi deyəcəm bütöv şəkildə, sonra kəlmə-kəlmə mən onu tərcümə edəcəm. Bismillahirrahmanirrahim. İnnəni ən Allahu La ilahe illa ana fa'budni və əqumus salate li zikri. Deyir ki, yəqinliklə bilin, innəni. Allah Teala hər yerdə mən demir. Ancaq bu ayədə deyir, ən Allahu. Mənəm Allah.
Məndən başqa illa, la ilahe illa, illallah yox ha, illa 4 hərf. Deyir, yoxdur məndən başqa bir tanrı, xaliq, xəlq eləyən, yaradan. Bildiniz? Amma şuralar müsəlman kimi qəbul edir və yaradanımız Allahdır. Dalıycan deyir ki, ənə tə'budun. Odur ki, ibadətinizdə mənə edin. Bax, burada nə üçün namaz qılıram? Sualın cavabı 2 sözdür, 2 kəlmədir. Deyir, və əqumus sələtə li zikri. Namazı qılın ki, məni zikr eləyəsiniz. Zikr eləmək hamımız bildiyi kimi yad eləmək, xatırlamaq, unutmamaq deməkdir. Sadə dildə desək ki, biz namazı ona görə qılırıq ki, Allah yadımızdan çıxmasın. Bu belə. İlk dəfə belə eşidiləndə adama sadə gəlir də, sadə gəlir. Deyirsən ki, Allahı zikr eləmək, heç mən unutmuşam ki, bəli, biz elə vaxtlar olur, Allah Taala'nı unuduruq. Bunlardan əyani şəkildə təbii hal kimi hamımızın başına gələn Allah'ı unuttuğumuz vaxtı mən sizə deyim. 17-ci suranın adı İsra surəsidir. İsra surəsinin Azərbaycanda tərcüməsi gecə səyahətidir. Həmin o İsra surəsinin birdən soruşsalar namaz ayəsində biz adətən 17-ci suranın 78-ci ayəsini deyirik. İndi onu deyirəm, mən burada zikrin nə qədər önəmli və əhəmiyyətli bir şey olduğunu inşallah əlaqələndirəcəyim. Bismillahirrahmanirrahim. Əqumus səlata. Burada ucu Allah Teala əmr formasında deyir. Deyir namazı qılın. Li duluku şəmsi ila qəsəqül leyli və Qur'anil fəzri. Bax, indi diqqət burada olacaq. İnnə Qur'anil fəzri kanə məşhuda. Deyir namazı qılın. Li duluku şəmsi, günəş tən ortada olanda. İla qəsəqül leyli, gecə qaranlığı, toranlıq düşəndə. Da ucu görürsən də, ucu gecənin qaranlığı gəlir. Və Qur'anil fəzri. Sübh vaxtı fəzr olur. İkinci fəzr. Həmin o vaxtı. Deməli 3 vaxt Allah Teala əmr elədi. Quranda 5 vaxt namaz qılmaq haqqında heç bir ayə yoxdur. Burada deyir 3 vaxtdır. Li duluku şəmsi ila qəsəqül leyli və Qur'anil fəzri. İndi bu dalıcan deyir ki, innə Qur'anil fəzri kanə məşhuda. Deyir o sübh namazına xüsusi əhəmiyyət verin. Ha, o əzəldən kanə. Lap başlanğıcdan müşahidə altındadır. İndi ağazdan fikir ver. Sübh namazı nə vaxt olur? Bax indiki bu gündə, bu günləri iyulun 1-idir. 03:30-dadır, 32-dədir. Yəni 4-ün yarısında. 4-ün yarısında biz harda oluruq? İsti yorğan döşəyin altında yatmışıq. Yatdıq, ölü vəziyyətində oluruq ağa. Təbii ki, Allah da yadımızdan çıxır. Fikir ver ha ağa, deyir ki, Allah cavab verir axı. Adamın üstünə dirəniş deyir ki, Allah mən unuduram ki. Deyirəm, bəli əzizim, sən yatanda heç bilmirsən ki, neçə dəfə sağ qolu, başı, qaşı dönüb, üçü neçə dəfə hərəkət elətdiribsən. Hamısı ölü vəziyyətində ölür. Düzdür qadıalım. Allah Taala'nı zikr eləmək o qədər vacib və əhəmiyyətlidir ki, deyir ki, o yatdığın yerdə, şirin yuxuda olduğun vaxtda da dur, zikr elə Allah'ı, namazı qıl. Yəni ki, Allah'ı zikr elə, Allah'ı yadıva sal, Allah'ı xatırla, Allah'ı unutma. Çünki hətta yatdığın yerdə də Allah'ı durub zikr eləməsin, şeytan işi vəsvəsə eləyəcək, öz işini görəcək. Bu işə də Allah'ın mələkləri şahiddir. Bu qədər sadə dildə. Çox sağ ol ağa. Allah ömrüyə bərəkət versin. Allah razı olsun. Allah sizdən razı olsun. Mən hiss elədim ki, siz ürəklə danışdınız və bu danışığınızda bizi dinləyən, qulaq asan, baxan adamlara faydalı olacaq. İnşallah. Mənim özüm üçün də faydalı oldu. Hə. Çox Özü sağ də olun. çox sadədir. Çox Necə sağ ki olun. 5 barmağımız yadımızdadır. bəli. O cürdə gecə saat 2-də də Bəli, durursun. Nə üçün namaz qılırsan soruşsa deyirsən mən namaz qılıram ki Çox Allah'ı sağ ol, zikr eləndə, çox sağ ol. Allah'ı yad edir. Bu söhbətdə mən çox razı qaldım. Allah sizdən razı qalsın. Allah Var sizdən olun. razı olsun. Var olun. Allah'ın Var xoş olun. nəzəri hər zaman sizdən Var olun. Var olun.